Əhl-i əleyhissalamın bizə tövsiyəsi budur ki, bir imamı ziyarət eləmək istəyəndə yaxşı olar ki, imamdan icazə alasın. Ziyaretin ədəblərindən də biri budur ki, gərək ziyarət edərkən imamları onlardan icazə alarsan. Subhanallah, la ilahe illallah. Məgər Quran və sünnətdə belə bir deyim var mıdır ki, Allah Resulü demişdi ki, mən dünyamı dəyişəcəm və mütləq olaraq məndən icazə alın. Deyək ki, tamam, hədisimiz var. Zaten bu kimi hədislərimiz var. Mən gəldim ziyarətə, mən icazə alıram. İmam Əlidən, İmam Hüseynindən icazə alıram. Ya İmam Əli, mən gəlmişəm, icazə verirsən, mən sənə ziyarətimə geleyim. Hardan bilsən sənə hə dedi, yox dedi, özümüz soxursan ora. Hardan bildin? Sənə icazə verdi ki, sən ora girirsən. Bu kimi hədislər sizi problemə salır, problemə. Məgər Allah'a yaxınlaşmaqdan ötürü tuttuğunuz vəsilələr yoxdurmu imamlar? Hə? Zaten bu icazəni sizə görə də düşündüyünüz ayələrə görə, hədislərə görə Allah icazə verib də. Allah icazə verdiyi təqdirdə sizin inanca görə, Allah izin verdiyi təqdirdə sizin inanca görə niyə imamlardan icazə alırsınız ki? Allah'ın icazəsi kifayət deyil sizə. Siz hardasınız? Allahu Ekber, la ilahe illallah. Özünüzü problemə salırsınız. En güzel din bizim dindir. Hamınız Kur'an'la Allah Resulü'nün hədislerine tabi olun ki xilas olasınız. Bu əqidə sizi Allah'a tərəf aparmır. Bir dənə buna dinlə. Bir dənə bunu dinlə. Allahu Ekber. Mənəm, siz hardasınız? Ziyarətin ədəb qaydalarından biri də icazə almaqdır. Əhl-i əleyhissalamın bizə tövsiyəsi budur ki, bir imamı ziyarət eləmək istəyəndə yaxşı olar ki, imamdan icazə alasın.